Qoyunçuluğa neçə qoyunla başlamaq lazımdır? Bugünkü videomuzun mövzusu bu barədə olacaq. Gəlin başlayaq. Azərbaycanda heyvandarlığın, xüsusən də xırdabuynuzlu təsərrüfatın ən gəlirli və ənənəvi sahələrindən biri sözsüz ki, qoyunçuluqdur. Bu sahəyə yeni addım atmaq istəyən hər bir sahibkarın, gənc fermerin ağlına gələn ilk və ən kritik sual isə budur: qoyunçuluğa neçə qoyunla başlamaq lazımdır? Bu sualın tək bir riyazi cavabı yoxdur. Çünki başlanğıc sayı sizin büdcənizdən, otlaq sahənizdən, təcrübənizdən və qarşıya qoyduğunuz hədəflərdən asılı olaraq dəyişir. Gəlin bu mövzunu bütün incəlikləri, riskləri və iqtisadi hesablamaları ilə birlikdə ətraflı şəkildə təhlil edək. 1. Başlanğıc sayını təyin edən əsas faktorlar. Qoyunların sayını müəyyənləşdirməmişdən əvvəl əlinizdə olan resursları düzgün qiymətləndirməlisiniz. Kör-körənə böyük rəqəmlərlə başlamaq nə qədər təhlükəlidirsə, həddindən artıq kiçik sayla başlamaq daha çox itkiyə səbəb ola bilər. Təcrübə səviyyəsi. Əgər ömrünüzdə heç vaxt qoyun saxlamamısınızsa, heyvanların xəstəliklərini, doğum prosesini, bəsləmə rejimini praktiki olaraq bilmirsinizsə, birbaşa 100-200 başla başlamaq fəlakətlə nəticələnə bilər. İlkin mərhələdə heyvanı tanımaq üçün kiçik saylar daha idealdır. Otlaq və yem bazası. Qoyunçuluqda maye dəyərini müəyyən edən ən böyük xərc yemdir. Əgər relyef cəhətdən zəngin otlaq sahəniz yoxdursa və heyvanları tamamilə tövlə şəraitində, yəni qapalı şəraitdə saxlayacaqsınızsa, yem xərclərini arpa, buğda, yonca büdcənizi ciddi şəkildə sınağa çəkəcək. Bölgənin iqlim və relyefi. Məsələn, dağlıq və subalpı çəmənlikləri olan bölgələrdə və aran zonalarında, yəni saxlama tam bir-birindən fərqlidir. İşçi qüvvəsi. Qoyunların sayı artdıqca onlara qulluq, qırxım dövrü, yemləmə və ən əsası çoban ehtiyacı artır. Müəyyən bir saydan sonra tək başına və ya ailə daxilində idarə etmək qeyri-mümkün olur. 2. Başlanğıc modelləri. Hansı say kimin üçündür? Fəaliyyət miqyasına görə başlanğıc sayını 3 əsas kateqoriyaya bölmək olar. A. Həvəskar və təcrübə modeli. 10-20 baş qoyun daha məsləhətlidir. Bu model qoyunçuluğu öyrənmək, heyvanın dilini anlamaq, xəstəliklərindən başı çıxmaq üçün istəyənlər üçün keçid mərhələsidir. Kimlər üçündür? Tamamilə yeni başlayanlar, şəhərdən rayona köçənlər və ya bu sahəni risk etmədən yoxlamaq istəyənlər. Üstünlükləri. Maliyyə riski minimumdur. Çoban tutmağa ehtiyac qalmır. Şəxsi qulluq mümkündür. Xəstəlik baş verərsə, idarə etmək və müalicə etmək asandır. Çatışmayan tərəfləri isə kommersiya baxımından gəlirli deyil. Qazanc ancaq ailənin ət və süd ehtiyacını ödəyə bilər. Böyük bir biznes gəliri gözləmək olmaz. B. Optimal ailə təsərrüfatı modeli. 30-50 baş qoyun nəzərdə tutulur. Bir ailənin əlavə işçi, yəni çoban tutmadan öz gücü ilə idarə edə biləcəyi ən ideal və iqtisadi cəhətdən səmərəli modeldir. Niyə bu say? 30-50 baş ana qoyun olduqda təsərrüfat artıq özünü maliyyələşdirməyə və ailə büdcəsinə real xeyir verməyə başlayır. Nəsil artımı hesabı. Normal quzulama faizi ilə ildə
85-90% məhsuldarlıq. Bu təsərrüfat sizə mövsümdə 35-45 arası quzu verə bilər. Bu quzuların bir hissəsini, yəni ətlik məqsədindən erkək quzuları satmaq, dişiləri isə sürünü böyütmək üçün saxlamaq olar. İdarə etmə. Səhər otlağa çıxarıb, axşam tövləyə salmaq bir ailə üzvünün rahatlıqla edə biləcəyi işdir. C. Kommersiya və biznes modeli. Yüzbaş və üzəri. Əgər bu işə sırf dolanışıq və ya əsas biznes sahəsi kimi baxırsınızsa, başlanğıc və ya qısa müddətdə hədəflənən say 100-dən aşağı olmamalıdır. İqtisadiyyatı. 100 baş qoyun bir çobanın maaşını, tövlə xərclərini, baytarlıq xidmətlərini və yem bazasını qarşıladıqdan sonra fermeri təmiz mənfəət saxlayan minimum kritik hədd hesab olunur. Struktur. Bu sayda artıq sürüyə 4-5 törəyici qoç qatmaq lazımdır. Sürünün idarə olunması, peyvəndlərin vaxtında vurulması və qırxım mövsümünün planlaşdırılması peşəkar yanaşma tələb edir. 3. Yemləmə və baxım strategiyası. Neçə qoyunla başlamağınızdan asılı olmayaraq, uğurun 70%-i sözsüz ki, bəsləmədən asılıdır. Qoyunlar gövşəyən heyvanlar olsa da, balanslaşdırılmış rasyon onların həm ət, həm də döl məhsuldarlığını artırır. Dənli yemlərin rolu. Xüsusilə də qış dövründə, quzulama ərəfəsində və quzuların süddən kəsilməsi vaxtı arpa və buğda qarışığından istifadə etmək heyvanın enerjisini və südünü artırır. Arpa qoyunçuluqda əvəz edilməz enerji mənbəyidir. Qaba yemlər. Keyfiyyətli yonca, quru otu proteini təmin edir. Su və duz. Heyvanların önündə hər zaman təmiz su və yalama duzları, yəni mineral duzlar olmalıdır. Mineral çatışmamazlığı qoyunların, quzuların yununu yeməsinə və ya quzu salmasına səbəb ola bilər. 4. Yeni başlayanlar üçün qızıl qaydalar. Hamısını ana qoyun almayın. Sürünü qurarkən balans yaradın. Məsələn, 40 başla başlayırsınızsa, bunun 30'unu gənc ana qoyun, yəni 2-3 qarın doğmuş. 8-10 baş şişək, hələ doğmamış, yəni qoyunlar və minimum 1-2 başı sağlam, cins qoç olmalıdır. Qoca, dişləri tökülmüş heyvanları ucuzdur deyə almaq böyük səhvdir. Yəni, cins seçimi. Bölgənizin iqliminə uyğun yerli cinslərə, məsələn, qaladır, qaradolaqdır, sonra bozaqdır və s. yerli qoyunlara, regiona uyğun üstünlük verin. Yerli cinslər xəstəliklərə daha dözümlüdür və yerli otlaq şəraitinə tez adaptasiya olunurlar. Baytarlıq təqvimi peyvəndlərin qara yaradı, çiçəkdir, daxili və xarici parazitlərə qarşı dərmanlama vaxtında etməsəniz, qoyunların sayı neçə olursa olsun, itkilər qaçılmaz olacaq. Xülasə, əgər bu sahədə tamamilə yenisinizsə, ən ideal başlanğıc nöqtəsi 25-30 baş gənc dişi heyvanla başlamaqdır. Bu say həm sizi maddi cəhətdən çətinə salmaz, həm işin praktikasını öyrənməyə imkan verir. Həm də cəmi 2-3 il ərzində daxili artım hesabına sürünüzü 100 başa çatdırmağa zəmin yaradar. Əgər kapitalınız, hazır tövləniz və
Təcrübəli çobanınız varsa, birbaşa 100 başla kommersiya fəaliyyətinə başlamaq zaman itkisinin qarşısını alacaq və qoyduğunuz maliyyənin daha tez geri qayıtmasını təmin edəcək. Dostlar, bugünlük bu qədər. Siz də öz təkliflərinizi, fikirlərinizi şərh bölməsində yaza bilərsiniz. Sağ olun, hələlik.